Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Növbəti dərsimiz sözün həqiqi və məcazi mənası haqqında olacaq. Ümumiyyətlə həqiqi və məcazi məna nədir? Əvvəlcə bundan danışaq. Həqiqi və məcazi məna ümumiyyətlə sözlərin məna qruplarına aiddir. Sözlərin iki mənası ola bilir: həqiqi məna və məcazi məna. Həqiqi məna sözün ilkin yarandığı mənadır. Çünki biz sözü ilk dəfə yaradanda, ilk dəfə deyərkən onun həqiqi mənasından istifadə edirik. Söz əvvəl yarananda həqiqi mənada yaranır. Daha sonra biz ondan obrazlılıq yaratmaq üçün və yaxud da fikrimizi daha təsirli ifadə etmək üçün məcazi mənada işlədə bilirik. Həqiqi mənada məsələn deyirəm ki, tutmaq sözü. Tutmaq. Tutmaq sözünü biz həqiqi mənada, yəni gündəlik dilimizdə nə üçün işlədirik? Deyirik ki, tutmaq nədir? Nə isə əlimizə götürüb bir yerə qoymaq və yaxud da sıxmaq, əlimizdə tutub saxlamaq mənasını verir də. Bunu biz həqiqi mənada işlədəndə həqiqətən də nə isə götürürük. Tutaq ki, deyirəm ki, mən qələmi tutdum. Və yaxud da deyirəm ki, tutaq ki, pişiyi tutdum. Bu tipli işlədirəmsə, demək ki, bu həqiqi mənadadır. Həqiqətən də pişiyi tutursan və yaxud da qələmi tutursan. Həqiqi mənada deyirik qələm tutmaq. Daha sonra pişiyi tutmaq. Həqiqi mənada işlədirik. Daha sonra məsələn deyirəm ki, kitab sözünü. Kitab nədir? Kitab bizim dərs oxuduğumuz və yaxud da nəsə öyrəndiyimiz bir vasitədir, vəsaitdir. Düzdür? Öyrəndiyimiz vəsait. Yəni həqiqi mənada işlənəndə söz, biz normalda bunu necə işlədiriksə, o formada da yəni həqiqətən olan bir şey deyirik. Həqiqi mənada olanda bu deməkdir. Amma bu sözləri biz məcazi mənada işlətdiyimiz zaman isə məcazi məna olduqda artıq məcazini də qeyd eləyək. Artıq bu öz həqiqi mənasını itirir. Keçir məcazi mənada, yəni həqiqətən olmayan bir şey olur. Məsələn, tutmaq sözünü mən sizə dedim ki, tutmaq həqiqətən qələm tutmaq məsələn istifadə eləyirik. Bir də tutmaq sözünü məcazi mənada işlədirəm. Tutaq ki, arzu tutmaq. Arzu tutmaq. Dirək tutmaq. Daha sonra məsələn kitab sözünü deyirəm ömür kitabı. Ömür kitabı. Yəni arzu tutmaq deyəndə biz həqiqətən gedib arzunu əlimizlə tutmuruq ki, toxunmuruq ki biz ona. Və yaxud da ömür kitabı deyəndə kitabı nə edirik biz? Normalda əlimizdə olan vəsait, öyrəndiyimiz vəsaiti biz vərəqləyirik, çeviririk, vərəqləri olur, kağızları olur, daha sonra səhifələr olur, içərisində yazı olur, düzdür? Amma ömür kitabı dedikdə biz ömür kitabına əslində onun heç bir vərəqi yoxdur, sadəcə necə deyim, bənzətmə mənasında. Ömür kitabı, kitabı necə ki biz oxuyuruq səhifə-səhifə, zaman içərisində oxuyuruq. Ömür kitabı da onun kimi bir şeydir. Yəni insanın yaşadıqları əks olunur orada. Yaşadıqları, nə yaşayıbsa insanın yaddaşına həkk olur. Ona görə biz ona ömür kitabı deyirik. Əslində həqiqi məna əsasında yaranır məcazi mənada. Yəni biz əslində məcazi mənanı həqiqi mənanın bənzərliyi əsasında yaradırıq. Müəyyən hissədən müəyyən bir qismi bənzəyir, bənzərlik əsasında yaranır. Sadəcə olaraq biz həqiqətən gördüyümüz, həqiqətən etdiyimiz bir şeyə biz həqiqi məna deyirik. Lakin həqiqətən etmədiyimiz, toxunmadığımız, necə deyim, görmədiyimiz bir şey isə onun məcazi mənasını. Yəni cümlədə işlənmə funksiyasına baxır. Elə sözlər var ki, elə birləşmələr var ki, biz onu həqiqi mənada da işlədə bilirik, məcazi mənada da işlədə bilirik. Məsələn, deyirəm ki, tutaq ki, frazeoloji birləşmələrə toxunaq. Frazeoloji birləşmələr də özləri məcazi mənada işlənən birləşmələrdir. Tərkibində olan bütün sözlər məcazi mənada işlənir. Amma bu o demək deyil ki, hər frazeoloji birləşmə olan sözü biz həqiqi mənada işlədə bilmərik. Məsələn, frazeoloji birləşmə kimi işlənən, tutaq ki, yola düşmək sözü var. Yola düşmək. Bu sözü biz həqiqi mənada da işlədə bilərik, məcazi kimi də işlədə bilərik. Baxır işləndiyi cümləyə. Məsələn, deyirəm ki, top, elə bizim kitablarımızda da verilən top, bizim kitabımızda bu nümunələr verilir. Yola düşdü. Bu həqiqətən də topla oynayanda uşaqlar topla oynayanda top həqiqətən yola düşə bilər.
Yəni yolun üstünə düşür, gedirsən oradan götürürsən. Amma bir də deyirəm ki, qonaq yola düşdü. Bu zaman insan, yəni qonaq gedib yola düşmür ki, sadəcə olaraq getmək mənasını verir. Məzmunu fərqlidir. Yəni biz cümlə daxilində sözün həqiqi və yaxud məcazi mənada işlənməsini cümlə daxilində və yaxud da birləşmə daxilində müəyyən edə bilərik ki, bu həqiqi mənada işlənib, yoxsa məcazi mənada. Yəni ilk dəfə məsələn baxdığımızda, sözün özünə baxdığımızda biz onun həqiqi və yaxud da məcazi mənada işlənməsini deyə bilmərik. Gərək onu ya cümlədə ya da birləşmə daxilində görək. Eyni zamanda onu da qeyd edim ki, bəzi sözlərin məcazi mənası olmur. Yəni elə sözlər var ki, dilimizdə onlar məcazi mənada işlənmirlər. Yalnız həqiqi mənada işlənirlər. Bu tipli sözləri də artıq bu qənaətə gələ bilərik ki, bu cəhətdən deyirik ki, məsələn, bütün sözlərin, çünki bütün sözlər yarananda ilk həqiqi mənada yaranırlar. Bütün sözlərin həqiqi mənası var, lakin bütün sözlər məcazi mənada işlənmirlər. Müəyyən qism sözlərdir ki, biz onu bədii üçün, təsir gücünü artırmaq üçün məcazi mənada işlədə bilirik. O da ki, artıq sizin, məsələn, veriləndə ki, söz biz bunu məcazi mənada işlədə bilərik və yaxud işlədə bilmərik, o zaman siz onu çalışın cümlədə işlədin. Əgər cümlədə işlətdikdə məcazi mənada işlədə bilirsinizsə, demək ki, həmin sözlərin məcazi mənası var. Yox, həqiqi mənada işlədə bilirsinizsə, ancaq məcazi mənasını düşünə bilmirsinizsə və yaxud da testlərdə olanda təbii ki, götürə bilərsiniz bunu ki, yalnız həqiqi mənası var, məcazi mənada işlənmir. Bu qədər uşaqlar. Əslində dərsimiz sadə dərsdir. İndi testlərin üstündə də işləyəndə tam şəkildə sizə aydın olacaq. Sağ olun.